Salam dəyərli müəllimlər, axşamınız xeyirli olsun. Necəsiz? Bu gün materiklərin ucqar nöqtələrinin yerləşdiyi ölkə, təbii zona və iqlim haqqında məlumat verməyə çalışacağam. Ümumiyyətlə bu tipli suallardan həm qəbul imtahanlarında, həm də müəllimlərin işə qəbul imtahanında istifadə edilir. Təbii ki, ilk növbədə başlayaq planetimizin ən böyük materiki hesab edilən Avrasiya materikindən. Bildiyimiz kimi, Avrasiya materikinin ucqar şimal nöqtəsi Çelyuskin burnu hesab edilir. Çelyuskin burnu Arktik iqlim qurşağında, Arktik səhralar təbii zonasında yerləşir və yerləşdiyi dövlət Rusiya dövləti hesab edilir. Materikin ucqar şərq nöqtəsi isə təbii ki, Dejinyob burnu hesab edilir. Dejinyob burnu da eyni qaydada Rusiya dövlətinin ərazisində yerləşir, subarktik iqlim qurşağının tundra və meşə tundra təbii zonasını əhatə edir. Materikin ucqar qərb nöqtəsi isə bir qayda olaraq Portuqaliya dövlətinin ərazisində yerləşir. Portuqaliya ərazisində yerləşən Roka burnu hesab edilir. Subtropik iqlim qurşağının codyarpaqlı meşə və kolluqlar təbii zonasını əhatə edir. Materikin ucqar cənub nöqtəsi isə təbii ki, Malaziya dövlətinin ərazisində yerləşən Piay burnu hesab edilir. Ekvatorial iqlim qurşağında rütubətli həmişəyaşıl ekvatorial meşələr təbii zonasını əhatə edir. Bildiyimiz kimi yoldaşlar, Avrasiya materiki bir-birindən fərqləndirilən iki böyük qitəyə bölünür. Avropa və Asiya qitəsi. Avropa qitəsinin ucqar şimal nöqtəsi hesab edilir Notkin burnu. Notkin burnu Norveç dövlətinin ərazisində subarktik iqlim qurşağının tundra və meşə tundra təbii zonasında yerləşir. Avropa qitəsinin ucqar cənub nöqtəsi isə bir qayda olaraq İspaniya dövlətinin ərazisində subtropik iqlim qurşağının codyarpaqlı meşə və kolluqlar təbii zonasında yerləşir. Avropanın ucqar şərq nöqtəsi isə təbii ki, hesab edilir Qütb Uralı. Qütb Uralı da bir qayda olaraq təbii ki, Rusiya ərazisində yerləşir və subarktik iqlim qurşağının tundra və meşə tundra təbii zonasını əhatə edir. Avropanın qərb ucqar nöqtəsi isə Portuqaliya ərazisində eyni qaydada subtropik iqlim qurşağının codyarpaqlı meşə və kolluqlar təbii zonasını əhatə edir. Asiya qitəsinin ucqar nöqtələri ilə Avrasiya materikinin ucqar nöqtələri arasında tək bir fərq var. Tək fərq ondan ibarətdir ki, Asiya qitəsinin qərb ucqar nöqtəsi Türkiyə ərazisində yerləşən Baba burnu hesab edilir. Subtropik iqlim qurşağının codyarpaqlı meşə və kolluqlar təbii zonasında yerləşir. Qalan bütün təbii zona və iqlim Avrasiya ilə eyni qaydada uyğunlaşmışdır. Təbii ki, keçək Şimali Amerika materiki haqqında məlumat verək. Bildiyimiz kimi yoldaşlar, Şimali Amerika materikinin ucqar şimal nöqtəsi hesab edilir Merçison burnu. Merçison burnu Butiya yarımadasında yerləşir, Kanada ərazisinə mənsubdur və Arktik iqlim qurşağında Arktik səhralar təbii zonasını əhatə edir. Materikin ucqar şərq nöqtəsi St. Charles burnu hesab edilir. St. Charles burnu Kanada dövlətinin ərazisində subarktik iqlim qurşağının tundra və meşə tundra təbii zonasını əhatə edir. Materikin ucqar qərb nöqtəsi Uels Şahzadəsi burnudur. Uels Şahzadəsi isə Amerika Birləşmiş Ştatlarının ərazisində subarktik iqlim qurşağının tundra və meşə tundra təbii zonasını əhatə edir. Cənub ucqar nöqtəsi isə hesab edilir Mariato burnu. Mariato burnu da təbii ki, Panama dövlətinin ərazisində subekvatorial iqlim qurşağının dəyişkən rütubətli meşələr təbii zonasını əhatə edir. Təbii ki, keçək Cənubi Amerika materiki haqqında məlumat verməyə. Cənubi Amerika materikinin yoldaşlar şimal ucqar nöqtəsi hesab edilir Qalinyas burnu. Qalinyas Kolumbiya dövlətinin ərazisində subekvatorial iqlim qurşağının savanna təbii zonasında yerləşir. Materikin ucqar şərq nöqtəsi hesab edilir Cabo Branco burnu. Cabo Branco Braziliya dövlətinin ərazisində tropik iqlim qurşağının dəyişkən rütubətli meşələr təbii zonasında yerləşir.
Materikin ucqar qərb nöqtəsi hesab edilir Parinyas burnu. Parinyas burnu təbii ki, bu hissəni Peru dövlətinin ərazisində tropik iqlim qurşağının səhra təbii zonasını əhatə edir. Və materikin ucqar cənub nöqtəsi Freyard burnu isə təbii ki, mülayim iqlim qurşağında yerləşir. Çili dövlətinin ərazisinə mənsubdur və əsasən burada belə deyək də qarışıq və enliyarpaqlı meşələr təbii zonasında yerləşir. Hər ikisinə uyğun gələ bilər. Daha sonra Cənubi Amerikadan keçək Afrika materikinə. Bildiyimiz kimi yoldaşlar, Afrikanın ucqar şimal nöqtəsi hesab edilir. Təbii ki, Bensekka burnu. Təxminən bu ərazini əhatə edir. Bensekka burnu, üzr istəyirəm, burada deyil, buradadır. Bensekka burnu Tunis dövlətinin ərazisində subtropik iqlim qurşağının codyarpaqlı meşə və kolluqlar təbii zonasını əhatə edir. Afrika materikinin ucqar cənub nöqtəsi isə İynə burnu hesab edilir. Bu ərazidə. İynə burnu Cənubi Afrika Respublikasının ərazisində subtropik iqlim qurşağının codyarpaqlı meşə və kolluqlar təbii zonasını əhatə edir. Materikin ucqar şərq nöqtəsi hesab edilir Rasxafun burnu. Bu əraziyə uyğun gəlir. Rasxafun burnu təbii ki, Somali dövlətinin ərazisində subekvatorial iqlim qurşağının savanna və seyrək meşələr təbii zonasında yerləşir. Materikin ucqar qərb nöqtəsi isə bir qayda olaraq təbii ki, subekvatorial iqlim qurşağının savanna və seyrək meşələr təbii zonasını əhatə edir. Yerləşdiyi ölkə isə Senegal dövləti hesab edilir. Daha sonra gələk Avstraliya materikinə. Yoldaşlar, Avstraliya materikinin bütün ucqar nöqtələri sadəcə bir ölkədə yerləşir. O da Avstraliya materikidir. İndi keçək. Təbii ki, Avstraliyanın şimal ucqar nöqtəsi hesab edilir, təbii ki, York burnu. York burnu subekvatorial iqlim qurşağının dəyişkən rütubətli meşələr təbii zonasında yerləşir. Materikin ucqar şərq nöqtəsi hesab edilir Byron burnu. Byron burnu tropik iqlim qurşağının dəyişkən rütubətli meşələr təbii zonasını əhatə edir. Materikin ucqar qərb hissəsi yerləşir Steep Point burnu. Uyğun gəlir tropik iqlim qurşağının səhra təbii zonasına. Materikin ucqar cənub hissəsi isə hesab edilir Cənub-Şərq burnu. Cənub-Şərq burnu da subtropik iqlim qurşağının codyarpaqlı meşə və kolluqlar təbii zonasını əhatə edir. Deməli, biz buradan bəzi məqamlara diqqət eləməliyik. Hansı məqamlardır? Deməli, yadda saxlayırsınız. Avstraliya materikinin ucqar şərq nöqtəsi ilə Cənubi Amerika materikinin ucqar şərq nöqtəsi eyni xüsusiyyətə malikdir. Hər ikisi tropik iqlim qurşağının dəyişkən rütubətli meşələr təbii zonasında yerləşir. Həmçinin Şimali Amerikanın ucqar cənub nöqtəsi ilə Avstraliya materikinin ucqar şimal nöqtəsi eyni qurşaq və təbii zona. Hər ikisi subekvatorial iqlim qurşağının dəyişkən rütubətli meşələr təbii zonasında yerləşir. Daha sonra Avstraliya və Cənubi Amerikanın qərb hissələri isə hər ikisi tropik iqlim qurşağının səhra təbii zonasında yerləşir.